Bir daha salam müəllimlər. Növbəti mövzumuz 5-ci sinif texnologiya dərsliyindən nəm isti emal və parça qırıntılarından tutqacın hazırlanma texnologiyasıdır. Nəm isti emal nədir? Onu öyrənəcək. Parça qırıntılarından, yəni parçanı kəsmişik, xırda-xırda qırıntıları qalıb. Bundan biz tutqac hazırlamaq istəyirik. Tutqac da nədir? Hansı ki biz qazan götürürük, qəhvədən, çaydan. Yəni bunların isti belə deyək də əşyaları götürmək üçün istifadə edirik tutqacdan. Tutqacın hazırlanma texnologiyası necə hazırlanır? Ona diqqət edəcəyik. Gəlin baxaq. Parça məmulatının xarici görünüşü və forması nədən asılıdır? Parça məmulatının xarici görünüşü və forması. Məmulatın keyfiyyəti, xarici görünüşü, forması nəm isti emal əməliyyatının düzgün icra olunmasından asılıdır. Bəs nəm isti emal nədir müəllimlər? Nəm isti emal. Tikiş məmulatlarının nəm isti emalı parçaların və məmulatların nəm, isti və təzyiqlə xüsusi avadanlığın köməyi ilə emalıdır. Yəni, ütünün və ütüləmə lövhəsinin köməyi ilə emalıdır. Deməli, bizim geyimlərimizin keyfiyyəti, xarici görünüşü, forması nədən asılı oldu? Nəm isti emal əməliyyatının düzgün icrasından. Məsələn, ütüləmə lövhəsindən, ütüdən nəm isti emal nə oldu? Nəm, isti və təzyiqlə emal. Yəni, xüsusi avadanlığın ütü və ütüləmə lövhəsinin köməyi ilə aparılır nəm isti emal. Buna qısa formadan baş hərflərinin N, I, E, niyə? Bu formada da qeyd olunur. Nəm isti emalın köməyi ilə parçanın qırışları hamarlanır. Bəli. Niyə? Səbəb nədir? Çünki həm burada istilik var, həm də təzyiq var. Hazır məmulata lazım olan forma verilir. Hazır məmulata lazım olan forma verilir. Deməli, qırışlar hamarlanır, hazır məmulata lazım olan forma verilir. Ev şəraitində nəm isti emalın yerinə yetirilməsi üçün əsas avadanlıq ütü və ütüləmə üçün lövhədir. Ütü, ütüləmə üçün lövhə. Detal və məmulatların nəm isti emalı iki cür olur. Aralıq və ya yekun. Bax, buna baxsaq, aralıq və yekun nə deməkdir? Aralıq yəni arada, yekun da sonda. Aralıq nəm isti emal əməliyyatı biçimdən əvvəl və ya hər əməliyyatdan sonra. Bu nə deməkdir müəllimlər? Yenə mən burada köynəyi çəkəcəm. Məsələn, köynəyin varatnikidir. Biz bunu tikmək üçün ilk öncə qatlayırıq. Ölçüsünü götürmüşük, o heç, biçmişik parçada. Bunu qatlayırıq, ütülüyürük. Düzdür? Yəni, varatnikə bənzəyir. Daha sonra biz onu köynəyin ön və arxa hissəsinə birləşdiririk. Belə deyirik, köynəyin bu yuxarı hissəsidir. Bilmirəm, bacardığım qədər çəkməyə çalışıram. Ön və arxa hissəsinə birləşdirdik. Bax, bunu bir ütülədik. Önə birləşdirəndə, arxaya birləşdirəndə bir ütülədik. Sonra qolların hansı ki aşağıda köpək hissəsini bir ütülüyürük. Qola tikdik, bir ütülüyürük. Daha sonra qolu köynəyin ön və arxa hissəsinə birləşdirəndə bir ütülüyürük. Bax, buna aralıq deyirlər. Hər işi gördükdən sonra ütü işini aparırıq. Hər işi gördükdən, hər detalı birləşdirdikdən sonra. Baxın, aralıq nəm isti emal əməliyyatı biçimdən əvvəl və hər əməliyyatdan sonra aparılır. Yekun nədir bəs? Yekun nəm isti emal əməliyyatı hazır məmulat üzərində icra edilir. Hazır məmulat nədir? Hazır məmulat, məsələn, biz köynəyi tikdik və yaxud da paltarı tikdik. Bitirdikdən sonra apardığımız belə deyək, nəm isti emaldır. Bəli, buna da nə deyilir? Yekun nəm isti emal deyilir. Yekun nəm isti emal.
yəni bitirdikdən sonra sonda, yekunda apardığımız nəm isti emal əməliyyatıdır. İşləmə üsulundan asılı olaraq ütülər elektrik, buxar və elektrik buxar növlü olur. Deməli, elektrik buxarı görsək, digərləri də yadımıza düşəcək. Elektrik, buxar və ya elektrik buxar hər ikisi növlü olur. Ütülər, deməli, elektrik buxar hansı işləmə üsuluna görədir də, düzdür? İşləmə üsulundan asılı olaraq. Ütülər həm də çəkilərinə görə 1 kiloqramdan 5 kiloqrama qədər. Ölçülərinə görə, işləmə gücünə görə bir-birindən fərqlənir. Deməli, ütülər bir-birindən necə fərqlənir? İşləmə üsuluna görə, çəkisinə görə, ölçülərinə görə, bir də işləmə gücünə görə. İşləmə üsuluna görə elektrik buxar növlü olur. Çəkilərinə görə 1 kiloqramdan 5 kiloqrama qədər olur. Ölçülərinə görə böyük ola bilir, kiçik ola bilir. İşləmə gücünə görə gücü çox ola bilir, az ola bilir. Deməli, belə. Bunu da öyrəndik. Nəm isteğmalı bəs necə yerinə yetiririk? Gəlin baxaq. Nəm isteğmalın yerinə yetirilməsi üçün iş yeri, baxın, qatlanan ensiz masa qatlanır və ensizdir, enli deyil. Qatlanan ensiz masa, yəni buna nə deyirik? Ütüləmə lövhəsi deyirik. Nəm isteğmal əməliyyatı ayaqüstü aparılır. Bu zaman emal edilən məmulatdan gözə qədər olan məsafə nə qədər olacaq? 30, 35. Bunu biz çaşmırıq. Nə ilə? Hansı ki, dərsin əvvəlində demişdik ki, biz hər hansı bir emal işi aparırıq parçanın üzərində. Dedik ki, bizim gözlərimizdən məmulata qədər olan məsafə nə qədər oldu? Baxın, buradaydı, səhv eləmirəm. Gözlərdən məmulata qədər. Bax, burada iş görürük. Hər hansı bir işdə gözlərdən məmulata qədər olan məsafə təxminən 30 sm oldu. Amma burada isə biz ütüləmə işi aparırıq. 30-35 sm. Bəli, 30-35 sm məsafə olur gözümüzdən ütülədiyimiz parçaya qədər. Nəm isteğmal aparılan iş yeri yaxşı işıqlandırılmalıdır. Bəli, yaxşı işıqlandırılmalıdır. Detal və ya məmulatın nəm isteğmalına başlamazdan əvvəl ütünün istiliyini harda yoxlayırıq? Ütülənəcək parçanın qırıntısında. Bax, buna diqqət eləyək. Ütülənəcək parçanın qırıntısında yoxlamaq lazımdır. Ütünün qızma temperaturu müxtəlif liflərdən olan parçalar üçün fərqlidir. Pambıq və çatan parçaya yüksək dərəcə lazımdır. 180-200 dərəcə. Pambıq və çatan parçalar üçün 180-200 dərəcə. İpək parçalar üçün 110 dərəcəyə qədər olmalıdır. Bax, qədər deyir. İpək parçalar 110 dərəcə, yun parçalar 150 dərəcədən, sintetik parçaları isə 100 dərəcədən çox olmamalıdır. Bir də baxaq, ən aşağı temperatur olacaq sintetik parçalarda. 100 dərəcədən çox olmur. 100 dərəcədən aşağı olur. İpək parçalar 110 dərəcəyə qədər ola bilər. 110 dərəcəyə qədər. Yun parçalar, dedik, 150 dərəcədən çox olmur. Pambıq və çatan parçaları isə 180-200 dərəcə olur. Yadda saxlamaq lazımdır ki, nəm isteğmalın yerinə yetirilməsi zaman təhlükəsiz iş qaydalarına riayət etmək lazımdır. Gəlin görək, təhlükəsiz iş qaydaları hansılardır? Baxın, iş zamanı təhlükələr yarana bilər. İş zamanı hansı təhlükələr yaranır? Ütünün şnurunun yanması. Bəli, bu təhlükədir artıq. Yanıqlar. Bəli, yanıqlar buxarla yanıq ola bilər. Ütünün alt hissəsinə toxunmaqla yanıq ola bilər. Şnurun yanması ilə yanıqlar yarana bilər. Və yaxud da elektrik cərəyanı ilə zədələnmə. Bax, elə bunları görəndə biz bilirik ki, bu iş zamanı təhlükə baş verir də. Biz ütü ilə işləyəndə hər hansı bir təhlükə yaranır. İşə başlamamışdan əvvəl nə baş verir? Nə etməyə lazımdır? İşə başlamamışdan əvvəl
Ütünün, şnurun, çəngəlin qəlibinin işə yararlılığını, ütünün alt hissəsinin təmizliyini yoxlayırıq. Bəli, işə başlamamışdan öncə baxırıq ki, ütü, şnur və yaxud da çəngəl yararlıdır yoxsa yox. Ütünün alt hissəsinin təmizliyini yoxlayırıq. Ütünün tənzimləyicisini emal edilən parçaya uyğun temperaturun üzərinə qoymaq. Məsələn, biz öyrəndik axı. Yun parçada 150-dir. 180 dərəcə ütünü qızdırsam, yun parçanı bir təsəvvür eləyək. Və yaxud da ipək parça 110 dərəcəyə qədər olmalıdır. 150 dərəcədə ütü temperaturundan istifadə eləyirəm. Bir ipək parçanı təsəvvür eləyək. Bəli, bax bunu biz qabaqcadan ayarlamalıyıq. Ütünün tənzimləyicisini emal edilən parçaya uyğun temperaturun üzərinə qoymaq. Ütü masasını və ya su püskürdəni hazırlamaq. Bir də kiçik rezin xalçanın mövcudluğunu yoxlamaq. Bəli, əgər cərəyan zədələnməsi olarsa, belə deyək, ayağımızın altında rezin xalça olmalıdır. Rezin xalça mütləq şəkildə olmalıdır. Bəs iş zamanı nə etmək lazımdır? Bax, təhlükələri dedik, işə başlamamışdan öncə nə etməliyik, onu dedik. İndi iş zamanı. Nəm isti emalı rezin xalçanın üzərində dayanaraq yerinə yetirmək. Deməli, işə başlamamışdan öncə yoxlayırıq. Xalça var, yoxsa yoxdur, rezin xalça. Amma iş zamanı o rezin xalçanın üzərində dayanaraq işi yerinə yetirməliyik. Ütünü quru əllərlə yandırıb söndürmək, bu zaman şnurdan yox, çəngəlin qəlibindən tutmaq lazımdır. Bax, şnurdan tutsaq, belə deyək də, şnurdan tutsaq biz qəlibi zədələmiş olacaq. Çəngəlin, qəlibi deməyək, çəngəllə, hansı ki, şnur çəngəlin daxilində möhkəmlənir. Bax, o çəngəlin daxilindəki şnuru biz zədələyə bilərik və burada da kontakt ola bilər, birləşmə ola bilər. Ütünü xüsusi altlığın üzərinə qoymalıyıq iş zamanı. İstifadə elədik, altlığın üzərinə qoyuruq. Şnurun burulub ütünün altına dəyməməsinə, ütünün həddən artıq qızmamasına nəzarət etməliyik. Parçanı nəmləndirmək üçün su püskürdəndən istifadə etmək lazımdır. Bəli, bu da bizim iş zamanı etdiklərimizdir. Bəs işi bitirdikdən sonra nə edirik? İşi bitirdikdən sonra ütünü söndürürük və onu xüsusi altlığın üzərinə qoymalıyıq. Ütünü xüsusi altlığın üzərinə qoymaq, həm iş zamanı da istifadə etdiyi qoyuruq altlığın üzərinə, həm də işi bitirdikdən sonra mütləq şəkildə altlığın üzərində olmalıdır. Desək ki, elektrik cərəyanı ilə zədələnmə hansı təhlükəsiz qaydalarına aiddir? Bəli, iş zamanı təhlükələrə aiddir. Ütü masasını və ya su püskürdəni hazırlayırıq. Əgər hazırlayırıqsa, deməli bu nə zaman baş verir? İşə başlamamışdan əvvəl. Ütünü söndürürük. Ütünü nə zaman söndürürük? İşi bitirdikdən sonra. Yaxşı, biz tez-tez yoxlayırıq ki, şnur ütünün altına dəyib, yoxsa yox. Ütü həddən artıq qızıb, yoxsa yox. Buna nəzarət edilir. Bu nə zaman baş verir? Təbii ki, iş zamanı. Bəli, müəllimlər, bax, burada diqqətli olaq. Keçək növbəti slaydımıza. Dedik ki, parça qırıntılarından tutqacın hazırlanma texnologiyasını öyrənəcəyik. Gəlin, baxaq görək bu necə baş verir. Bitmək üçün şablonlardan istifadə edərək tutqacın hazırlanma mərhələlərinə baxaq. Gəlin görək hansı mərhələlərdən ibarətdir. İlk öncə eskizi qururuq, şablonları hazırlayırıq və bitmə işini aparırıq. Eskizi qurduq. Şablonları hazırladıq. Eskizimiz, növbəti slaydlarda daha aydın izah edəcəm. Eskizimizi qurduq, şablonları hazırladıq və bitdik. Bunun üçün bizə nə lazımdır? Hansı alətlər, hansı materiallar, tərtibatlar lazımdır? Qayçı bizə lazımdır. Qayçı, iynə, sabun və ya təbaşir. Bax, nişanlamaq üçün. Bitmək üçün qayçı, tikmək üçün iynə, nişanlamaq üçün sabun və ya təbaşir, karton, şablon hazırlanması üçün karton, nişanlamaq üçün karandaş, ölçü götürmək üçün metrə, İki rəngdə parça, A və B parçası, yəni iki rəngli parça, astar parçası, ara qat materialı, bax bunlar tutqacın daxilində lazım olur. Məmulatın haşiyələnməsi üçün parça, hansı ki biz tutqac hazırlayırıq. Haşiyələnmə nədir? Bax, kənarından səliqə ilə
tutqacı haşiyələyirik. Bizə nə lazım olacaq? İynəni saplamaq üçün, tikmək üçün sap lazım olacaq. Bir də ütü lazım olacaq, ütü. Gəlin növbəti slaydlara keçid edək. Eskiz necə qurulur müəllimlər? Gəlin baxaq. Eskiz məlumatın hazırlanacağı şəkildir. Mən istəyirəm ki, mənim hazırlayacağım tutqac bax bu formada. Biraz səliqə ilə çəksək. Eskizi necə qurduq? İstəyirəm ki, mənim hazırlayacağım tutqac bu ölçülərdə olsun. Ümumi belə deyək də, bir detalının ölçüsü. Bax, burada da 5 sm, burada da 5 sm olsun. Və yaxud da ümumi tutqacın ölçüsünü götürsək, eskizini çəksək, 22-nin bax bu formada ölçüləri belə olacaq. Eni də 22, uzunu da 22. Deməli, detalların öz aralarında birləşmə texnologiyasını başa düşmək üçün müxtəlif rəngli, eyni ölçülü kvadratlardan ibarət olan ən sadə variantdan istifadə edin. Şahmat taxtasının görüşünə uyğun olaraq onları 4 sıraya yığın. Deməli, bu bizim ümumi tutqacımızdır. 1, 2, 3, 4. Qoy səliqəli çəkin. Deməli, tutqacımız dedik ki, eyni ölçülü olmalıdır. İndi üzürlü sayın, yəqin ki, mən ölçülərdə bax, indidən əyri çəkdim. Şahmat taxtasının görüşünə uyğun olaraq 4 sıraya yığın. Bəli, 4 sıraya yığdıq. Sizdə 16 kvadratdan ibarət olan kvadrat tutqacın eskizi alınacaq. Bəli, 1, 2, 3, 4, 1, 2, 3, 4 oldu 16. 16 hansı ki kvadrat olacaq burada. Bunları saysaq, yəni özümüz üçün daha yaxşı başa düşmək üçün saya bilərik. Ardından indi siz istəsəz gətirə bilərsiniz. Tutqac üçün ən yaxşı ölçü 22x22 cm-dir. Niyə 22 vurulsun 22-dir? Bizim belə izah eləyim də. Hər kvadratımızın ölçüsü 5 cm-dir. 4, 5-in 20. 5, 5, 5, 5, 4, 5-in 20. Düzdür? Kənarında haşiyəmizdə var axı. Bax, o haşiyəni də nəzərə alsaq. 1 cm buradan haşiyə. 1 cm də buradan haşiyə. Bunu fərqli rənglə eləyim. Bəli, 1 cm də buradan haşiyəni götürsək. 1 cm buradan. Bəli, ölçü nə qədər oldu? 22. 20, bax bu ortadakı özü idi. 5, 5, 5, 5, 20. 1 cm buradan, 1 cm də buradan olarsa, olacaq 22 cm. Gəlin şəkil üzrə baxaq. Hər kvadratın ölçüsü 5 cm-dir. 5, 5. Eni də 5, uzunu da 5. Hansı ki bizim haşiyəmizin uzunluğu 22 cm, eni də 2 cm olaraq parça götürürük. Eskiz, daha doğrusu eskiz çəkirik. Yəni, bax, bunlar bizim eskizimizdir. Gəldik şablonların hazırlanmasına. Şablonları necə hazırlayırıq? Tutqac, üfüqi və ya şaquli. Üfüqi və ya şaquli 4 kvadratdan ibarətdir. Tutqacın ölçülərini bilərək 22x22 cm. Emal paylarının köbə ilə kəsilməsini nəzərə alaraq hər tərəfdən 1 cm. Baxın, bizə lazımdır 5 cm-lik, belə deyək də, bir kvadrat. 5 cm almaq üçün eynirik. Hər tərəfdən 1 cm tikiş payı, emal payı saxlayırıq, düzdür? Və bunları
Bir-birinə tikəndə burada da 5 alınır. Bunu da eyni qaydada, yəni bu ölçüdə götürürük. Dedik ki, tutqazın ölçülərini bilərək, emal paylarının çöbə ilə kəsilməsini nəzərə alaraq, şablonların ölçülərini hesablamaq olar. 22 çıxılsın 1 vurulsun 2 bölü 4 bərabərdir 5 cm. Hərəsinə 5 cm düşür. 22 ümumi ölçüsüdür. Bəli, ümumi ölçüsü. İki tərəfdən, baxın, haşiyəsin 1 cm götürsək, baxın, burada da 1 cm, burada da 1 cm. Biri vuracaq 2-yə və 1, 2, 3, 4 kvadrat olduğundan böləcək 4-ə. Bəli, hərəsinə 5 cm düşür. Şablonun tərəfinin uzunluğu olduğu. Kartondan və ya qalın kağızdan 5 vurulsun 5 cm ölçüdə kvadrat kəsirik. Baxın, kartondan və ya kağızdan. 5 vurulsun 5 ölçüdə. Eni də 5, uzunu da 5. Amma biz bunun şablonunu 5 vur 5 ölçüdə kəsirik. Emal payını parçada nəzərə alırıq. Bir dənə də 22 vurulsun 22 cm ölçüdə şablon hazırlayırıq. Deməli, biz bir kvadrat kartondan və ya kağızdan 5 vur 5 ölçüdə şablon kəsirik. Bir də 22 vurulsun 22 ölçüdə. Bu tutqacın haşiyələnməsi olacaq. Deməli, bir ağ, bir qara, hansı ki parçalardan istifadə edirik və bunu biz kəsərək neyinirik? Ümumi 22 vurulsun 22 cm-lik tutqacın üzərində yoxlayırıq. Bu bitmə zamanı işi yüngülləşdirmək üçün 22 vurulsun 22 cm ölçüdə şablon hazırlayırıq. Onun köməyi ilə tutqacın araqatını və ya astarını tez bitmək olur. Bəli, həm parçanı, həm araqatı, həm də astarı 22 vurulsun 22 ölçüdə, üzr istəyirəm, üst parçasını biz tək-tək, belə deyək də, kvadratlardan götürdüyümüzə görə 5 vur 5 ölçüdə şablondan istifadə edirik. Amma araqat və ya tutqacı, araqat və ya astarı 22 vurulsun 22 ölçüdə götürürük. Üst parçasını tək-tək, hansı ki 5 vur 5 ölçüdə şablondan istifadə edərək parçada kəsirik. Deməli, birinci nə oldu? Eskiz oldu. Eskizi necə qurduq? Şəklini çəkərək, düzdür? İkinci nə oldu? Şablon hazırlamaq. Şablonu nədən hazırladıq? Kartondan və ya qalın kağızdan. 2 ölçüdə götürdük. Bir 5 vur 5 ölçüdə, bir də 22 vur 22 ölçüdə. Ən sonda da bitmə işinə başlayırıq. Parçanın tərs üzündə şablonun konturlarını çəkirik. Bu bizim parçamızdır. Bu da bizim 22 vurulsun 22 ölçüdə şablonumuzdur. Biz 22 vurulsun 22 ölçüdə şablonu nədə istifadə etdik? Araqatda və ya astarda. Bəs parçanın özündə nə, hansı şablondan istifadə etdik? 5 vurulsun 5 ölçüdə. 5 vurulsun 5 ölçüdə şablondan istifadə etdik. Parçanın tərs üzündə şablonun konturlarını çəkirik. Açıq rəngli parçalarda iti yonulmuş karandaşla, açıq parçada karandaşla, tünd rəngli parçalarda sabun və ya təbaşirdən istifadə edilir. Müəllimlər, baxın, bura diqqətlə baxaq. Açıq parçada karandaş, tünd rəngli parçada sabun və ya təbaşirlə. Tikişlər üçün 10 mm emal payı verin. 10 mm. Məsələn, bu bizim parçamızdır. Parçada əlavə 10 mm. Baxın, düzgün çəkmədimmi? Parçanın üzərində, məsələn, biz şablonu yerləşdiririk. Bu bizim 5 vurulsun 5 ölçüdə parçamızdır. Biz bunun emal payını nəzərə alaq. 10 mm emal payı. Bəli, baxın, bu formada, hansı ki, bayaq da demişdim, tikiş üçün 10 mm hər tərəfindən emal payı veririk. Bitmə zamanı uzunluğa sapın şablonlarda qeyd olunmuş istiqamətinə xüsusi diqqət yetirin. Uzunluğa sapın şablonlarda qeyd olunmuş istiqamətinə xüsusi diqqət yetirmək lazımdır. Bəli.
Bu da bizim üçün ulduz bir məlumat olsun. Bitmə zamanı nəyə fikir verir? Uzununa sapın şablonda qeyd olunmuş istiqamətə fikir veririk. Belə müəllimlər, bu da bizim tutqacın hazırlanması və ya nəmlisti emal mövzumuz idi. Parça qırıntılarından tutqacın hazırlanma texnologiyası. Ümidvaram ki, ürəyinizcə oldu izah. Belə, sağ olun müəllimlər.